Ay yox ki, ev olanı deyil, yadına deyil, daş salma deyil. Bizdən şey istəyəsidilər onlar. Yəni oturma haqqı. Oturma haqqı istəyəsidilər ki, hə, yəni bizim binamızda sən filan filialın oturur. Çünki o bir digər filiallar var, hansı ki məktəb binasında olur. Onların hansısa bir pul şeyinə yardım eləyirlər. Yəni kirayə ödəyirlər də? Kirayə ödəyirlər. Oturum pulu. Yəni bunların yadına salma. Salma, bəs salma. Biz bununla bağlı, sizi bu statiya ilə çıxartmaqla bağlı hara müraciət eləmişsiniz? Əmək müfəttişliyi, Anar Əliyevə. Rəsmi formada. Rəsmi formada, bəli. Hamısının dekontları var əlimdə. Əmək müfəttişliyində regional yoxsa? Yox, o Azərbaycan. Bəli. O Azərbaycan. Sonra Ombudsman Səbinə xanım Əliyevəyə, Mədəniyyət Nazirliyi Adil Kərimova, sonra Sahib Məmmədov, bu Həmkarlar Konfederasiyasının sədri ona, Mehriban xanım Əliyevəyə, yəni məsul şəxslərin, yəni çoxsuna mən müraciət eləmişəm bu barədə. Yəni siz güman eləyirsiniz, sizə ki bu müraciət elədiyiniz qurumların içində, ad çəkdiyiniz adamların içində sizə kim kömək ola bilər? Gümanınız kimədir? Yəni mən hiss eləyirəm ki, Mehriban xanım, yəni çox belə Mehriban, adı kimi özü də Mehriban xanımdır. Yəni insanların ən azından bu qadınların yəni ki, işsiz qalmasına yol verməz. Yəni inandığım qədər birinci köməyi o eləsə, mən bilirəm ki, bir nəfər kömək eləsə, dalı ilə bütün dəstəni özü ilə çəkib aparasıdır. Yəni Səbinə xanıma da inanıram. Çünki Ombudsmana da inanıram. Çünki onların gördüyü işləri də çox eşitmişəm ki, çox köməkliklər eləyirlər. Belə işlərdə bu məhkəmələrin qazanılmasında, yəni Səbinə xanımın da rolu çox böyükdür. Bəs o əmək müfəttişliyində xanım, Günel xanım, əmək müfəttişliyində o sizə kim idi dediniz, deyir ki, mən hər gün nazirə görüntülü. Akif Əliyev var, Şəki əmək müfəttişliyinin rəhbəri. Deyir mən hər gün? Mən hər gün deyir, nazirə deyir, kamera qarşısında raport verirəm ki, mən işdəyəm. Yox, nazirin özünə yoxsa birbaşa, yəni hansı bir quruma? Bilmirəm da, başa düşmədim. Yəni biz eləyirik də, siz də eləməlisiniz. Təzə qoyulan qayda qanunu odur. Sizin lap yaşda təzə qoyulan qayda qanunu budur. Əmək məcəlləsinə əlavə eləsinlər, ən azından biz də bilək ki, belə bir əlavə var. Yox, üzr istəyirəm, Günel xanım, siz orada niyə tələb eləmirsiniz ki, bəli, bizim otaqlarda kompüter sistemi qoyulsun, bax, online, mən də çıxım rəhbərliyimə məruz eləyim ki, məsəl üçün, Emil Bədalov. Mən hal-hazırda işimdəyəm, yəni heç bir problem yoxdur. Yoxsa mən hansısa şəxsi telefonumdan öz selfie şəklimi çəkib Anar müəllimə atmalıyım. Bu hansı qanun?